Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə prosesi təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdi. Təqsirləndirilən Arkadi Qukasyan Qarabağda məktəbi rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu dedi. Etiraf etdi ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb. O, prokurorun Böyük Ermənistan ideologiyasına dair sualına cavabında bu ideyanı nağıl adlandırdı. Что касается сегодняшнего вопроса относительно Великой Армении, Böyük Ermənistanla bağlı. Çoxdandır nağıllara inanmıram. Böyük Ermənistan ideyası nağıldır. Mən real həyatda yaşayıram. Mən heç vaxt buna real yanaşmamışam. я никогда всерьез не относился. İş üzrə cinayətkar dəstənin üzvü kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu dedi. Bildirdi ki, Robert Köçeryan isə onun rəhbəri olub. Təqsirləndirilən şəxslər Bako Saakyan, Aray Karutunyan, David İşxanyan və David Babayana Ermənistan SSR-nin ərazisində və Azərbaycan SSR-nin tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə Böyük Ermənistan cinayətkar ideologiyası, Miatsun və Qarabağ hərəkatlarının məqsədi, habelə Kurung təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib etməmələri, bu qanunsuz mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələri, yaxud dəvət olunmalarına dair suallar verildi. Silahların bir hissəsi dislokasiya olunmuş Sovet hərbi hissələrindən idi. Bundan başqa Ermənistandan da silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi. Təqsirləndirilən Aray Karutunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək Arabo batalyonundan danışdı. Sizin saydığınız siyahıdan mən 30%-nin adını eşitmişdim. Arabo, Arami, Böyük Tigran, Sasunçi David haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox Arabo haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra olub. Təqsirləndirilən David Babayan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin ordusunun müxtəlif silahlı birləşmələrin birliyindən qurulduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini dedi. Təqsirləndirilən şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş David Manukyan, Böyük Ermənistan və Miatsum cinayətkar ideologiyası ilə bağlı sualı cavablandırarkən, bəli, babamın yaşadıklarını şübhə altına ala bilmərəm cavabını verdi. Bildirdi ki, 1992-ci ildə silahlı dəstələri qondarma rejimin müdafiə ordusu adlanan birlik silahla təmin edib. Həmin ordunun komandiri isə Samvel Babayan olub. David Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş Şuşi xüsusi hərbi batalyonunun komandirinin Jirayir Səfilyan olduğunu etiraf etdi. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Qarabağda mövcud olmuş qondarma rejimin ordusuna yüksək vəzifələrə təyinatın təqdimatını Ermənistanın Müdafiə Nazirliyi verirdi və sonra bu Ermənistan prezidenti tərəfindən təsdiqlənirdi. Bunu Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Bako Saakyan 15 nəfər erməni əsilli şəxsin barəsində olan cinayət işinin baxıldığı məhkəmə prosesində dövlət ittihamçılarının suallarını cavablandırarkən dedi. Bildirdi ki, Azərbaycanın suveren ərazisi olan Qarabağda vaxtilə mövcud olmuş qondarma rejimin ordusu ilə bağlı bütün məruzələr Ermənistan Müdafiə Nazirliyinə edilirdi. Bu ordu Ermənistanın ən böyük ordu birləşməsi olub. Ordunun idarə olunması çox sadə qaydada həyata keçirilirdi. Hər şey yuxarıdan idarə olunurdu. Sonra təqsirləndirilən Aray Karutunyan qondarma rejimin silahlı birləşmələri ilə bağlı sualı belə cavablandırdı. Bu məsələlər Ermənistanda gizli sənədlərlə aparılırdı. Lakin mənim o məlumatları əldə etmək imkanım var idi. Bu, Ermənistan Silahlı Qüvvələrinin ən böyük hərbi birliyi idi. Qarabağda Ermənistan Silahlı Qüvvələrinin 2 diviziyası, bir neçə əlahiddə alayıq, xüsusi təyinatlı, kəşfiyyat, rabitə, maddi texniki xidmət bölmələri vardı. Say tərkibi təxminən 20 min nəfər idi. Tərkibdə Ermənistandan gələn
müddətli hərbi qulluqçular da vardı. Ümumiyyətlə, əskərlərin böyük hissəsi Ermənistandan gələnlər idi. Şahid qismində ifadə verən Qarabağda yaşayan erməni əsilli şəxs Kamo Hayrapetyyan 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirdi. O, Ruben Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insandan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini dedi. Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, mən demirəm ki, o mənim düşmənimdir, yox. Amma nəyə görə o öz biznesini qoyub Qarabağa gəlmişdi? Sonra digər erməni əsilli şahid Muşek Qriqoryan ifadə verdi. Dedi ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub. Mən Vardanyanı başa düşmürəm. Əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina bastırırsan, adamlara pul verirsən, düşərgə açırsan. Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilib ki, Qarabağdakılara yaxşılıq eləyib, amma əslində onların evin yıxıb. Sonra zərər çəkmişlər ifadə verdilər. Zərər çəkmişlərin hər biri təqsirləndirilən Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdilər.